8 noyabr Zəfər gününü və Vətən müharibəsində qələbəmizin 5-ci il dönümünü qeyd etmək üçün Azərbaycan Dövlət Milli Gənc Tamaşaçılar Teatrına toplaşmışıq. Gəlin, Vətən müharibəmizin tarixinə birgə nəzər salaq. Azərbaycan ordusu hal-hazırda düşmənin hərbi mövqelərinə atəşlə zərbələrinin Gecedir ilahi bir yay gecesi, yanında saatin titremesin, yumurum gözüm. Mənimlə fəxr edə bilərsən. Bizə burada yaxşı baxırlar. Yeməklərimiz də var, isti paltarlarımız da. Şehitler ölmüyor, diridir, sağdır. Ağlama, ağlama, şehit anası. Benim atam qəhrəmandır, mən yağmur olmalıyam. Vətənimin göylərində mən Şuşa bizimdir. Karabağ bizimdir. Karabağ Azerbaycan'dır. Sen Şuşa'yı bir kimseye değişmezsin. Sen Şuşa'yı bir kimseye değişmezsin. Gözün aydın Azerbaycan, gözün aydın doğma diyar, yüreğinde ciğerinden tonqal salmış. Od qalamış Qarabağın qara dərdi artıq yoxdur.